iPhone 17 necə olacaq, hansı yeniliklər olacaq? Elə ilk sızmada Apple Titandan çıxıb alüminiuma keçəcək. İkinci danışmaq istədiyim yenilik Apple'ın növbəti nəsil prosesoru AI deyən süni zəka. Nömrə 3 odur ki, RAM 12 GB-a qədər çatdırılacaq. Nömrə 4 ondan ibarətdir ki, ilk dəfə iPhone 17 Pro-da Apple özünün istehsal etdiyi Wi-Fi və Bluetooth çipləri quraşdıracaq. Yenilik nömrə 5 bu artıq gamer sevirlər. Şayələrə, sızmalara əsasən soyutma sistemi daha da təkmilləşdiriləcək. Yenilik nömrə 6 isə elə kameralarla bağlı olacaq. 48 megapikselli olacaq. İtkisiz 10 qat zoom bizi gözləyir 17 Pro-da. Yenilik nömrə 7 də yenə də kamera ilə bağlıdır. Yenə də video ilə bağlıdır. 8K çəkilişini gətirəcək. Yenilik nömrə 8 ön kameranın təkmilləşdirilməsi ilə bağlıdır. Deyilənə görə 24 megapiksellə çatdırılmalıdır. Yenilik nömrə 9 ekran şüşəsinin daha da təkmilləşdirilməsindən ibarət olacaq. Yenilik nömrə 10 bu yenilənmiş dizayn. Yəni indi də dizayn yenilənməsi demək olar ki, bilirsiniz, ancaq kamera blokundan ibarətdir.